Zaur bəy, buyurun. Mən icazənizlə təşəkkür edirəm Doğma televiziya kanalına dəvət etdiyiniz üçün. Mən ümumiyyətlə az öncə Rəşad bəyin söylediyi kimi məhz Nəsrəddin filmi haqqında danışmaq istərdim. Bu Azərbaycan tarixində və ümumiyyətlə Türk dünyasında, Türk film dünyasında və dünya film kinematografiyasında ilk dəfədir. Bütün Türk dövlətləri, başda Türksoy olmaqla Azərbaycan, Qazaxıstan, Qırğızistan, Türkiyə, Özbəkistan və Türkmənistanla birgə 6 ölkə ilə birgə möhtəşəm Nəsrəddin Xoca, bizim bildiyimiz, uşaqlıqdan sevdiyimiz Molla Nəsrəddin filmi çəkilir. Filmin rejissoru Azərbaycanın əfsanəvi rejissoru və senaristi Vaqif müəllim Mustafayevdir və Vaqif müəllim bu filmə canlı qoyub. Bu layihədə 2019-cu ildən başlayıb. Mən şəxsən prodüser kimi Vaqif müəllimin dəvəti ilə 2023-cü ildə bu layihəyə gəlmişəm və 2023-cü ildə Şuşa şəhərində Türksoy dövlətlərinin bir mədəniyyət iclasında imzalandı ki, bu film Türksoy dövlətləri ilə birgə çəkilməlidir və həmin gündən bu günə kimi möhtəşəm bir yol keçmişik. Artıq Azərbaycan, bu ilk dəfədir mən bu məlumatı Azərbaycan televiziyası, mədəniyyət televiziya kanalı ilə tamaşaçılarımıza çatdırıram. Çünki bu məlumatı tez-tez media nümayəndələri də soruşur. Biz hələ bu məlumatı belə tam açıqlamırıq. Artıq Azərbaycan, Türkiyə və Qırğızistan çəkilişləri tam bitib. Növbəti həftə Özbəkistan çəkilişləri başlayır. Mart ayının sonu havaların daha deyək ki, isti və təbiətin daha yaşıl olmasını gözləyirik. Türkmənistan və Qazaxıstan çəkilişlərimiz bitəcək. Filmdir, yoxsa serial kimi? Bu xeyr, bu tam metrajlı, böyük, 135 dəqiqəlik bədii filmdir. Filmin tam senarisi Vaqif müəllimin deyək ki, dəsti xəttinə aiddir və burada filmin janrı da tragikomediyadır. Yaş kateqoriyası 12 yaşdan başlayır və bu deməkdir ki, sırf ailəvi baxılacaq. Tam ailə, İbrətamiz bir filmdir. Bəli, ibrətamiz və burada Xoca Nəsrəddin obrazı və ümumiyyətlə Xoca Nəsrəddin qəhrəmanını biz nəyə görə Xoca Nəsrəddin adlandırırıq? Azərbaycanda hamımız onu biz məktəbdə də oxuyanda, hətta Sovet dönəmindən gələn kitablarda da oxuyanda biz onu Molla Nəsrəddin kimi bilirdik. Amma Türk dünyasında onun adı Xoca Nəsrəddindir. Hikmətli bir insan. Bəli, hikmətli insan, bir növ öz mentor və müəllim kimi və filmdə də biz onu sırf belə müdrik kəlamları ilə bu cür göstərmişik. Filmin əsl adı isə, yəni layihənin adı Nəsrəddin Production, bildiyiniz kimi bu filmi təmsil edirəm, amma filmin adı bu formada gedir. Nəsrəddin Xoca, çətin günlərimin dostu. Bir məlumatda qeyd etmək istərdim ki, filmin bəstəkarı da Polad Bülbüloğlu və ona görə bu böyük və əsrarəngiz layihədə mənim üçün çox, yəni deyərdim ki, fəxirdir. Çiyin-çiyinə həm Vaqif müəllimdə, həm də digər peşəkarlarla çalışmaq. Filmdə 150 nəfərdən çox 11 ölkənin müxtəlif peşəkar heyəti çalışır və biz də... Burada hər kəs nəzərdə tutulur. Rejissor, assistent, rejissor, assistent. Məsəl üçün bizdə rejissorun birinci assistenti İngiltərədəndir. Operatorumuz çox tanınmış, Avropanın tanınmış operatoru Valdimar Şmidtdir. Oyunçular, aktyorlar, həm aktrisalar, ümumiyyətlə yaradıcı heyətdə həm Türkiyə, həm Azərbaycan, həm Qırğızistan, necə dil tapırsınız, necə münasibət? Özbəkistan, həm Türkmənistan, həm bu 6 ölkənin müxtəlif deyək ki, heyəti ilə. Ona görə az öncə Rəşad bəyin də söylədik. Kino dili ilə danışırlar, ona görə bir-birini başa düşürlər. Və tarixdə, ümumiyyətlə Azərbaycan tarixində ilk dəfə olaraq, yəni və Türk dünyasının tarixində ilk dəfə olaraq bu layihə ərsəyə gəlir və məqsəd odur ki, artıq bu ilin deyək ki, payızında biz filmi böyük ictimaiyyətə təqdim edək. Premyera payıza nəzərdə tutulur. Premyera payıza nəzərdə tutulacaq. Onun da bir müəyyən festival dönəmi olacaq. Sonra isə növbəti ilin mart ayında artıq kütləvi kinoteatrlarda tamaşaçılara təqdim olunacaq və biz də Azərbaycan deyək ki, delegasiyasını, mədəniyyətini təmsil edərək Nəsrəddin Xoca filmini həmin kinomarketdə təqdim etmişdik. Orada müxtəlif distributorlarla, müxtəlif şirkətlərlə, prodüserlərlə, yayım şirkətlərlə görüşüb filmin gələcək planlarını, gələcək həyatını müzakirə edib və dünyaya daha düzgün formada təqdimatını. Hansı dildədir film? Bu filmdə bizim cənab nazir, mədəniyyət naziri cənab Adil müəllimin, Adil Kərimlinin xüsusi bir təşəbbüsü var idi ki, hər
ölkənin öz dilində film nümayiş olunsun və biz filmə baxdığımız zaman əgər filmin müəyyən çəkilişləri əgər Azərbaycanda baş veribsə, o hissə Azərbaycan dilində həmin ölkədə nümayiş olunduğu subtitr ilə Türkiyədə baxırıqsa eyni qədər. Yəni biz indi filmi Azərbaycan nümayiş etdirdiyimiz halda Türkiyə çəkilişləri türk dilində, Özbəkistan özbək dilində. Yəni burada türk dilini həm dünyaya çatdırmaq, həm də ümumiyyətlə mən bu filmdə həm kino dilində danışırdıq, həm də bir çox belə fikirlərlə razılaşmaq lazımdır ki, film türk dilindədir. Yəni həm sözlərimiz də eynidir, dilimiz də eynidir, dilimiz də eynidir. Orijinal türk dili hesab olunur. Bəli, daha çox hissəsi də türk dilində olacaq və çox maraqlı səhnələr var, çox maraqlı, yəni indi spoiler etmək istəmirəm, çox maraqlı lokasiyalarda filmin çəkilişləri baş tutub. Ümumiyyətlə 3000 kvadrat metrdən çox film üçün pavilyon tikilib. Azərbaycan kinostudiyasında Cəfər Cabbarlı adına Azərbaycan filmin ən böyük pavilyonunda mən oradakı, yəni daha yaşlı nəslin nümayəndələri ilə çiyin-çiyinə çalışanda Vaqif müəllim, yəni özü də bunu söylədi. Azərbaycan tarixində ilk dəfədir belə böyük bir pavilyon tikilmişdi orada. Yəni biz xarici pavilyonlara baxdıq. TRT-nin çəkdiyi bir çox Türkiyənin çəkdiyi bir çox serialların olduğu pavilyonlara baxdıq. Biz orada istədiyimiz, deyək ki, keyfiyyəti görmədik. Çünki Türkiyədəki yanaşımı daha çox serial yanaşmasıdır. Bizə isə böyük film yanaşmasıdır. Hansı ki, filmin çox böyük dönəmi olacaq, böyük dövrü olacaq, festival dövrü olacaq. Yəni filminlə çox iddialı danışırıq. Çünki burada dediyim kimi Vaqif müəllim var, filmin çox gözəl dəsti xətti var və ən maraqlısı odur ki, biz bu filmi həm də Azərbaycanı işğaldan azad olunan yerlərində, çox maraqlı, yəni məkanlarında, Qarabağın müxtəlif yerlərində çox gözəl səhnələrini çəkdik. Orada Kəlbəcər şəhərində çox maraqlı səhnələr var idi. Filmdə də öz yerini tapacaq. Əminəm ki, film yayılmamışdan öncə onun bir treylerləri də yəqin ki, əlbəttə, bəli, nəzərdə biz bu günləri sizin veriliş vasitəsilə ilk dəfə olaraq bunu elan etdik və bugündən artıq filmin deyək ki, bir növ PR yol xəritəsi qurulub, həmin yol xəritəsinə çıxırıq. Çünki film dediyim kimi növbəti ilin mart ayında nümayişə çıxdığı üçün biz bir il təxminən PR dövrü nəzərdə tutmuşuq. Burada məhz bəli, bizim komanda üzərinə düşən işdir. Bu film böyük bir komanda ilə, burada təkcə prodüser mən deyil, burada həm digər prodüserlər də var, böyük beynəlxalq prodüserlər var, hər ölkənin öz xətt prodüseri var, hər ölkənin öz kino agentliyinin rəhbərinin, necə ki, Rəşad müəllim Azərbaycan tərəfindən dəstək olur, Türkiyə, Qazaxıstan, Qırğızstan, Türkmənistan, Özbəkistan ölkələrinin də kino agentliklərinin və həm də kino mədəniyyət nazirlərinin də rəhbərlərinin birbaşa həm dəstəyi, həm təşəbbüsü, həm də bu filmi ümumiyyətlə məqsədi bütün dünyaya göstərmək ki, Türk filmi var, bu qəhrəman Molla Nəsrəddin, Nəsrəddin Xoca təkcə Türk dünyasının bir tanınmış siması. Türk dünyasının, yəni təkcə Azərbaycanın, Türkiyənin və digər ölkələrin deyil, bu Türk dünyasının tanınmış bir simasıdır və çox maraqlı bir faktı qeyd etmək istəyirəm ki, biz Azərbaycanlı olaraq biz bunu bir xalq qəhrəmanı kimi tanıyırıq, amma Türkiyədə bizə onun məzarına apardılar, yoldaşının uşağını, yəni onlar o qədər ona inanırlar ki, onun 15-ci əsrdə yaşadığına inanıb, onun hətta bir növ mavzaleyini bizi Ağşəhər, Türkiyənin Ağşəhərində dəvət etmişlər. Yəni bu film bu son 3 il ərzində təkcə mənim deyil, həm Azərbaycan Kino Agentliyinin rəhbəri Rəşad müəllimin, həm ümumiyyətlə Azərbaycan Mədəniyyət Nazirliyinin həyatında çox böyük yer tutdu və inanıram ki, dünya tarixində ümumiyyətlə bu layihə vacib bir layihədir. Ona görə ki, təsadüf deyil ki, məhz marketdə bizlə birgə Zaur müəllim olub. Çünki qeyd olunduğu kimi artıq bəzi şübhələr var idi, kinostudiya işləmir. Yəni, regionun ən böyük layihəsi məhz bizim regionun ən böyük pavilyonunda Azərbaycan filmin studiyasında baş verir. Eyni zamanda artıq bunun PR kampaniyası əvvəlcədən başlayır. Biz ümumiyyətlə kino agentliyi olaraq bütün istehsal olunan filmləri əvvəlcədən marketing, PR strategiyaların müəyyənləşdirilməsinə artıq diqqət yetiririk. Çünki yəni, nədənsə əvvəllər film çəkilirdi, sonradan onun sonraki həyatı
fikirləşilirdi. Amma bu proses paralel olaraq olmalıdır. Bəli. Gənc nəsil bunu artıq bilir. Bu şərtlərlə, bu qaydalarla yəni öz işini görür. Amma bizə lazımdır ki, hal-hazırda bizim kino sənayemizdə, kino cəmiyyəmizdə olan bütün oyunçular bir araya gəlsin, bir vahid ekosistem çərçivəsində işləsin və qaydalar eyni cür olsun. Hamı üçün bərabər imkanlar, şərait və artıq kinomuzun inkişafı məhsuldan tam son istehlakçısına qədər yəni bu kino proses çəkildikdən getsin. sonra rəfdə qalmasın. 100%. Əslində Bu mənim tamaşaçı olaraq bizi nə qədər sevindirir bilsəz, həqiqətən. Təşəkkür edirik. Biz ümumiyyətlə, mən özüm kino sahəsində 10 ildən çoxdur çalışıram, amma bu mənim ilk və böyük bir film layihəmdir. Şəxsi, yəni hansı filmdə mən məhz prodüser kimi bu layihəyə az öncə söylədiyim kimi Vaqif mənim tərəfdən dəvət olunub. Bu layihəyə yəni tam başqa cür kinonu anladım bu layihənin vasitəsilə. Çünki elə Vaqif mənim filmində də qeyd olunduğu kimi bu kino ki var, bu çox həm qəliz, həm vacib, həm də vacib bir məsələdir. Çox sağ olun Təşəkkür edirik dostlar. Təşəkkür dostlar. edirik. Minnətdarım. Berlinale'dən başladıq. Nəsrəddin filminə qədər böyük bir maraqlı bir yol keçdik və əminik ki, danışdıqlarımız yaxın gələcəkdə bir qədər də geniş şəkildə tamaşaçı auditoriyasına təqdim olunacaq və kino ictimaiyyətini daha böyük bir hadisə gözləyir. Və sizi yenidən dəvət eləyəcəyik. Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Nəsrəddin Production'ın rəhbəri Zaur Darabzadə və rejissor Türkan Hüseynova idi. Təşəkkür edirik dostlar. Çox sağ olun gəldiyiniz üçün.